Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclas bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Ölkə başçısı çıxışında bu müddət ərzində təməli qoyulan Cənub Qaz Dəhlizi layihəsindən də danışıb. Prezident İlham Əliyev bu ilin 9 ayının sosial-iqtisadi inkişafını uğurlu olduğunu deyərək, dünyada maliyyə böhranının davam etdiği bir vaxtda daxili məhsulun 2,5%, qeyri-neft sektorunun isə 6% artdığını bildirib. Prezident həmçinin inflyasiyanın 1,5% təşkil etdiyini, əhalinin pul gəlirlərinin 5,4% çoxaldığını əlavə edib. Bu ildə büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən Prezident İlham Əliyev, ilin əvvəlindən ölkəmizə 19 milyard dolar sərmayə qoyulduğunu, onun da 11 milyard dolarının daxili investisiyalar təşkil etdiyini bildirib. Prezident İlham Əliyev keçən ay təməli qoyulan Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı fikirlərini də bölüşərək bunu tarixi hadisə adlandırdı. Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik və əminəm ki, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi tikiləcək, istifadə veriləcək və ölkəmizin bundan sonra 10 illiklər ərzində inanlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq, kəmərin tikintisi zamanı minlərlə, 10 minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək. Daha sonra müşavirədə nazirlər bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruz ediblər. İclasa yekun vuran Prezident İlham Əliyev ilin sonuna dək dövlət investisiya proqramının tam icra olunacağını, məktəblərin, uşaq bağçalarının və müasir səhiyyə ocaqlarının tikintisinin davam etdiriləcəyini dedi. Dövlət başçısı gələn ilin büdcəsində də hərbi xərclərə xüsusi diqqətin göstəriləcəyini deyərək, texniki baxımdan Azərbaycan ordusunun dünyada güclü ordular sırasında olduğunu bildirdi. İlk Avropa oyunlarına hazırlıqla bağlı bütün işlərin cədvəl üzrə uğurlu getdiyini, təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu deyən Prezident İlham Əliyev bu oyunların yay olimpiya oyunları səviyyəsində keçiriləcəyini bildirdi.